Əziz abituriyentlər, ixtisas seçimi mərhələsi gələcəyinizlə bağlı verəcəyiniz mühüm qərarlardan biridir. Qarşınızda müxtəlif ixtisaslar, universitetlər və seçimlər var. Bu mərhələdə ən vacib məqam başqalarının seçiminə deyil, öz məqsədlərinizə və bacarıqlarınıza uyğun qərar verməkdir. Unutmayın ki, yüksək bal toplamaq uğurun son nöqtəsi deyil. Əsas məsələ seçdiyiniz ixtisasda özünüzü görə bilməyiniz və gələcəkdə həmin sahədə inkişaf etmək istəyinizdir. Bəzən abituriyentlər dostunun seçdiyi ixtisası seçirlər, bəzən valideynlərinin və yaxınlarının təsiri ilə qərarlarına təsir edirlər. Ancaq məsələ tamamilə fərqlidir. Unutmayın ki, bir ixtisas seçmək asandır. Həmin ixtisas üzrə illərlə oxumaq və işləmək isə tamam başqa məsələdir. Siz özünüzü həmin peşədə təsəvvür etməlisiniz. Əziz abituriyentlər, hər birinizin fərqli bacarığı, fərqli marağı və fərqli həyat yolu var. Kiminsə uğur qazandığı sahə sizin üçün uyğun olmaya bilər və yaxud əksinə. Əsas məsələ öz yolunu tapmaqdır. İxtisas seçərkən universitetin imkanlarını, təhsil proqramını, həmin sahənin gələcək perspektivlərini və əmək bazarındakı vəziyyəti də araşdırın. Seçdiyiniz ixtisas haqqında mümkün qədər çox məlumat əldə edin. Amma bir məqamda unutmayın, heç bir ixtisas sizi avtomatik olaraq uğurlu etmir. Uğur yalnız universitetdə qəbul olmaqla bitmir. Universitetə daxil olduqdan sonra qarşınıza yeni bir yol başlayacaq. Orada özünüzü inkişaf etdirməli, yeni biliklər əldə etməli, xarici dillər öyrənməli, texnologiyadan istifadə etməyi bacarmalı, müxtəlif layihələrdə iştirak etməyi və ən əsası seçdiyiniz sahədə özünüzü daim inkişaf etdirməlisiniz. Bəlkə də bugün seçəcəyiniz ixtisas gələcəkdə həyatınızın əsas istiqamətini çevriləcək. Ona görə də haraya qəbul ola bilərəm sualı ilə yanaşı, harada uğurlu ola bilərəm sualını da özünüzə verməyə bacarın. Unutmayın ki, bu sizin həyatınızdır və bu yolda əsas məsuliyyət də sizin üzərinizdədir. Bəziləriniz istədiyi nəticəni əldə edib, bəziləri də gözlədiyindən daha aşağı nəticə göstərmiş ola bilər. Əgər nəticəniz istədiyiniz kimi olmayıbsa, ruhdan düşməyin. Bir imtahan insanın bütün gələcəyini müəyyən etmir. Həyatda müxtəlif yollar var. Əsas məsələ qarşıya qoyduğunuz məqsəddən əsla dönməməyiniz və daim öz üzərinizdə işləməkdir. Bu yolda sizə ən çox lazım olacaq şeylərdən biri özünüzə inamdır. Seçiminizi qorxu ilə deyil, düşünərək edin. Başqalarının həyatını deyil, öz gələcəyinizi seçin. Sizə düzgün qərar, uğurlu ixtisas seçimi və tələbəlik həyatınızda böyük nailiyyətlər arzulayıram. Əziz abituriyentlər, bugün etdiyiniz seçim sabah quracağınız həyatın başlanğıcı ola bilər. Seçiminizi məsuliyyətlə edin, özünüzə inanın və unutmayın, uğur yalnız harda oxumağınızdan asılı deyil. Oxuduğunuz müddətdə özünüzü kimə çevirməyinizdən asılıdır. Əsla unutmayın ki, hər kəs öz yolunun müəllifidir. Ailələr və cəmiyyət bu yolda bizə dəstək olmaq üçün var. Seçimlərimizə diqqət edək. Hər birinizə uğurlar. Diqqətiniz üçün sağ olun.